Hər vaxtınız xeyir. Magistratura 2026-cı il 2-ci cəhdin məntiq suallarının bəziləri ilə tanış olaq. B variantından baxacağıq biz suallara. Deməli, birinci təhlillə başlayırıq. Banu, Əsmər, Heydər, Murad, Sima üzgüçülük yarışına qatılmışlar. Yarışmanın nəticələri ilə əlaqədar aşağıdakılar məlumdur. Finişə Simadan birbaşa ardınca Murad. Simadan sonra Murad çatıb. Banudan bilavasitə əvvəl Heydər çatıb. Yəni Heydərdən də sonra Banu çatıb. Əsmər finişə qadınların birindən tez, digərindən gec çatıb. Deməli, burada iki versiya ola bilər də. Birinci versiyada Sima, Murad, Əsmər, Heydər, Banu. İkinci versiyada Heydərlə Banunu əvvələ salırıq. Yenə Əsmər burada. Sima, Murad. Verilən məlumatların aşağıdakılardan hansını müəyyənləşdirmək üçün kifayət deyil. Finişə çatma siyahısında qadınların yerlərini göstərən ədədlərin cəmini tapmaq mümkündür. Çatma siyahısında. Bəli. Sonra Banu yarışı neçənci başa vurduğunu, Banu burada ikinci yerdə də vura bilər, beşinci yerdə də başa vura bilər deyə burada problem ola bilər. Banu yarışı, Əsmər ilk üçlükdə olduğunu, bəli, ilk üçlükdədir. Yarışı ikinci və dördüncü başa vuranların eyni cinsə, bəli, ikinci Banu, Sima, bu da ola bilər, yəni bu da ola bilərdi deyə. Bu düzgün versiyadır. Sima'nın sonuncu olmadığını, Sima sonuncu deyil, dəqiqdir. Bu olacaq B bəndi. Nömrələnmiş hissələrin dördünün birləşməsindən kvadrat alınır. Hansı hissə artıqdır? Biz bu 4'ü olduğu kimi gətirib bunun üzərinə keçirdə bilirik. Bu biri də fırlatsaq, çünki bunların ölçüləri düz gəlmir. Biri də fırlatsaq, bura gətirib qoysaq, bir də bunun üzərində olsa 2 artıq olur. Yebəndi. Fiqur ədədlər üzərində hesab əməlləri. Eyni ədədlərin eyni, fərqli ədədlərin isə fərqli rəqəmlərə uyğun olduğunu bilərək sual əvəzinə uyğun olan yazılma ədədləri müəyyən edin. Bu deməli, bu yoldaşlar, burada D 2 və yaxud 3 ola bilər. Əgər 2 olsa, çünki 2-dən 2 çıxanda 0 və yaxud 3-dən 1 onluq verəndə elə 2 qalır, 2-dən 2 çıxanda 0. 4 ola bilməz, 1 onluq verə bilər maksimum. D-yə 2 desək, 2-dən 0 çıxanda 2, L 0'dırsa K da deməli 2 olmalıdır. D-də K-da 2 ola bilməz. Çünki deyib ki, eyni ədədlərin eyni, fərqliləri isə fərqli olduğunu müəyyənləşdir. Deməli, bu 3'dür. 3'dürsə, bu da 3'dür. Bu 3 qalırsa, deməli, bu 9 ola bilər. Əslində, burada müəyyənləşdirmə bu 3'dürsə, deməli, bu 5'dir. B-ni soruşur bizdən. 5'dən də 2 çıxanda 3. Ha, deməli, 5'dir. Digərlərini tapmaya da bilərik. Sözlə bağlı olan testlərə aiddir. Verilən nümunədəki sual şəhəsinə vəznin variantı müəyyən edin. Zənn, təxmin, güman. Üçü də eyni mənalıdır. İzah, şərh, bilik olmaz, təlqin olmaz, tədris olmaz, öyrətmə olmaz, təfsir olacaq. Fotoşekilər. Fotoşeki keçən mərhələdə yox, bundan əvvəlkində düşmüşdü. Deməli, xanalara 1-2-3-də ədədlərini elə yerləşdirin ki, qonşu xanalardakı ədədlər arasında kiçikdir və böyükdür işarələri varsa, onların tələblərinə riayət etməklə həmin ədədlər hər bir sətirdə və hər bir sütunda yalnız bir dəfə istifadə olunsun. Xanalarda verilmiş ədədlər uyğun rəqəmləri müəyyən edərək aşağıdakı münasibətlərə doğru olanları seçin. Yəni, əslində prosesimiz belə olmalı ki, bunları doldurmalıyıq və bunları uyğunlaşdırmalıyıq. Deməli, biz nə edəyək buradan? Mən bura 1 yaza bilmərəm. Bura 2 yazsam, bura gələk 2 1-dən böyükdür ancaq. 3 yazsam, deməli, 3 yazsaq ödəyək. 4 yazsaq 4 heç nədən kiçik deyil. Deməli, bura ancaq 3 yaza bilərik. 3 də 2-dən böyükdür. Burada 4-dən də kiçikdir. Avtomatik bura qaldı 4. B-ni tapdıq ki, B 4-dür. Keçdik bu hissəyə. Bu böyükdür, kiçikdirdən baxa bilər. Bura 4 yaza bilmərik biz. Çünki burada var. Bura 4 yaza bilmərik.
Bura 4 yazsam, 4 nədən kiçikdir? Bura gəlib 5 yazam, ola bilməz. 4 deməli buradır. Bura 3 yazsam, bura gələk 1 də yaza bilərəm, 2 də yaza bilərəm. Problem yoxdur. Bura 2 yazsam, bura gələk 1 yazım. Bura 3 düşür, 3 olmaz. Deməli, bura 3 olacaq. Bura 2 olmadığına görə 1, bura 2, bura 1. Deyim, tapdıq. 1 ilə 2 var, 3 ilə 4 çatmır. 4 var deyə 3, 4. 3 ilə 4 var, 1 ilə 2 çatmır. 1 var deyə 2, 1. Burada çatmır 3, burada çatmır 2. İndi yoxlayırıq. A-dan B-ni çıxanda birinci mötərizənin içi olunmalıdır da. A4-dür, B4-dür. 4-dən 4-ü çıxanda 0. 0 da istənilən birinə vurun, 2-dən kiçikdir. Münasibətlərin doğru olanlarını seçin deyir. 1 doğrudur. A-dan B-ni çıxanda 4-dən 4 0. Üstə S gələndə 3, üstünə D-dəki 1-dir. 4, bu 2 səhvdir. Avtomatik burada cavab müəyyənləşdir ki, 1, 5, 6-dır. 5-i yoxlasaq, A-nı B-yə böləndə, 4-ü 4-ə böləndə 1. C-dən D-ni çıxanda, 3-dən 1 çıxanda 2. 1-i 2-yə böləndə 1-dən kiçikdir. Bəli, 5 ödəyir. A-nı B-yə vuranda, 4-ü 4-ə vuranda 16. C-nin üstünə D gələndə, əslində birinci C-nin üstünə D gəlməliyik də burada. C-nin üstünə D gələndə olacaq 3 üstə gəl 1, 4. 16-nı 4-ə böləndə 3-dən böyükdür. Bəli, cavab B bəndi ödəyir. Aşkar operatorlar. Burada bilir ki, bərabərin sol tərəfi sola, sağ sağa bərabərdir. Yəni 5A bərabərdir x-dırsa, A bərabərdir x bölək 5. 8B bərabərdir 56-dırsa, B bərabərdir 56 bölək 8. Bu da eləyir 7. Və gətirib yerinə qoyuruq. 8x böl 5-in mötərizəsinin kvadratı, üstə gələk 7-nin kvadratı 49, üstə gələk 7, bərabərdir 137. X böl 5-in mötərizəsinin kvadratı bərabərdir. 49 7, 56, 137-nin 56 çıxanda 81. Bu da 9-un kvadrat deməkdir. Kvadratları da silsək. X böl 5 bərabər 9-dursa, x deməli 5 vur 9, 45-dir. Hərf sırası pozulmuş 5 sözdən 4 arasında məntiqi əlaqə vardır. Fərqli sözü seçin. Bu qurbağa, bu tısbağa, bu kərtənkələ, bu canavar, bu ekologiya. Ekologiya təbii ki, ümumiləşmiş bir formasıdır, bu artıqdır. Bu təhlilə aiddir, test tapşırığıdır. Videonun vaxtı çox uzanmasın deyə bunu keçəcəm. Çox da çətin təhlil deyil. 54-ə baxaq. Burada göz qarışdırmaq üçün qeyri-aşkar operatorlardır. Sadəcə qarışıqlıq görsənmək üçün burada belə bir izahlar verib ki, buna bax gör, buna bərabərdir və s. Əsasən bizə lazım olan hissə bunlardır. Yoxlamaq üçün verib bu hissəni. Yoxla və bura tətbiq elə. Sadəcə yoxlama hissəsini biraz qarışıq göstərir. Birinci kvadrat operator sadəcə rəqəmlərin cəmidir. 2 üstə 1, 2 üstə 3, 5 üstə 1, 6 üstə 0, 6. Bu isə 38-dən 29 çıxanda 9, bu da ki 27-ni 9-a böləndə. Deməli, nə edirik burada? 9, bu da 5, bu oldu 14. 14-dən 2 çıxacaq 12, 12-ni də 6-ya böləcək 2. Cavab Y bəndi. Digərlərinə heç ehtiyac olmadı. 55. Bu testi həll etmək üçün deyir, əvvəl 1-1, sonra 2-2, sonra 3-4 üzrə qatlamaq lazımdır. Sual işarəsinin yerinə uyğun gələn variantı müəyyən edin. Bunu ən uyğun yerdən başlamaq lazımdır. Başlamazdan əvvəl bunları da birləşdirsək daha yaxşı olar. Bir də belə. Baxın, bu simmetriya 4-4 üzrə qatlasaq, sonuncu, bu simmetrikdirsə, bu xətt bura düşəcək, bu dairə də gəlib bura düşəcək. Burada variantlar yuxarıda görsənib, sizə baxa bilərik. Bax, burada, bu burada düzdür. Bunların yerləri səhvdir. Bu da səhvdir. Bunlar düzdür, bunlar da düzdür. Bu səhvdir, çünki işarə belə olmaydı, bu da səhvdir.
Cavab ya A-dır, ya C-dir. Keçib ortadakı damlaya baxa bilərik biz. Bunu bir dəfə belə qatlayanda bu damlanın simmetriyası belədir. Bir də qatlayanda üzü yuxarı duracaq. Bu hər ikisində eyni idi. Bunu buradan belə qatlayanda bu işarə bu şəkildə gələcək. Yenə bura gələcək. Görək. Bunun sağına düşüb üzü aşağı olduğuna görə elə bu ola bilməz. Tərəzilərin çox da çətin versiyası deyil. Fərqli fiqurların çəkiləri fərqli, bir rəqəmli ədədlərə uyğundur. Bir rəqəmli ədədlərdən ibarətsə 1, 2, 3, 4, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9-dan istifadə edə bilərik. Bu tip misallarda sadə heç bir çəki daşını verməyibsə bizə, biz özümüz müəyyənləşdirməliyik. Deməli, nə edirik burada? Baxıram ki, bax, buradan bunları ixtisar eləsəm, bunun üçü bunun ikisinə bərabərdir. Fərqli rəqəmlər verə bilərik əslində. Buna 4, 4, 4 desək, buna 6 desək, bunlara 6, bunlara 9 desək, bunlara 8 deyə bilmərik, 5 də deyə bilmərik, 3, 2 də deyə bilərik. Amma baxırıq bu hissə biri bunlara bərabərdir. Məsələn, bunlara 6 ilə 4 desəm, 4, 12 olsa, burada gələk 6 ilə 4, 2, 4, 8, 14 olsun. Bir dənə 14 kilogramlı çəki daşım yox. Deməli, ən kiçik ödəyəcək burada. 2, 2, 2, 3, 3. Gəldik bura. 3, 2, 2, 4, 3. Bu deməli 7-dir. Bu 7-dirsə, davam edirik. Buradan tapa bilərik. Rombu bilmirik. Üçbucağın 7. Bunu tapmışıq 2. Bunu tapmışıq 3. Bunu da tapmışıq 2. Digərlərini də bu formada müəyyənləşdirməyə çalışaq. Bir qolun ümumi ağırlığını tapmaq üçün biz burada 5 kiloqramı müəyyənləşdirməliyik. Burada deməli biz başqa nəyi ixtisar edə bilərik? Bu olur 7-dirsə, deməli burada 7-dir. Bura 14-dürsə, burada 14-dür. Bura 7-dirsə, burada 7-dir. Artıq davamını gətirmək mümkündür da bu hissələri. Bunu çox getməyəcəm. Bu 5-dir. Bunu tapdıq. Bu 5-dir. Bu 7-dir. Bu da 2-dirsə, burada 14, burada 14 və s. Bu şəkildə artıq davam edib fiqurların çəkilərini tapıb müəyyənləşdirə biləcəksiniz. 57-ci testdə. Bu əvvəllər düşmüş test tapşırıqdır. Bu qara fiqur aşağı gəlib, sağa keçib, yuxarı qalxıb, solda, yuxarıda solda olacaq. Bu deyil, bu deyil. Bu hissə yuxarı, hissə aşağı gəlirsə ən aşağı küncdə olacaq. Bu da deyil, bu da deyil. Cavab A bəndir. Son dövrlər kinosevərlərinin ən çox maraq göstərdiyi filmlər əsasən komediya və qorxu janrlarına aiddir. Cümləsini əsasən mühakimələrdə hansı mütləq doğrudur? İnsanların yalnız komediya və qorxu filmlərinə baxmağı üstün tuturlar. Son dövrlər başqa janrlara aid filmlər az çəkilir. Kinosevərlərin ən çox maraq göstərdiyi filmlər əsasən komediya və az çəkilir demək deyil də bu. Qorxu və komediya filmlərlə hər zaman gözlənilənlərdən artıq maraq göstərilir. Son dövrlər kinosevərlərin ən çox maraq göstərdiyi filmlər əsasən komediya, qorxu janrlarına aiddir. Kinolarda yalnız qorxu və komediya filmləri nümayiş etdirilir. Bu da olmaz. Qorxu və komediya filmləri başqa filmlərdən daha populyardır. Ola bilər, insanlar yalnız komediya və qorxu filmlərinə marağı üstün tuturlar. Bu A daha çox uyğun ola bilər. İnsanlar yalnız komediya və qorxu filmlərinə baxmağı üstün tuturlar. Maraq çoxalıbsa, qorxu və komediya filmləri başqa filmlərdən daha populyardır. Bu da ola bilər əslində. Bu A kimi deyək buna.
59-da qanuna uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun variantı seçin. Bu sağa aşırdı, bu da demək sağa aşırdığında. Bu sadə bir testdir. A bəndi. 60-a da baxaq. Görək burada daha sürətli gedəcəyimiz. Bunlar əslində 60-61-ə də baxıb qalanını saxlayaq növbəti dəfəyə. Burada maraqlı bir şifrə də var idi. Kublar, şəkillər və s. digərləri əslində aşağıdakı şərtləri ödəyən iki tam ədədin cəmini tapın. Ədədlərin hər biri birdən böyük 60-dan kiçikdir. Birdən böyük 60-dan kiçik çoxdur. Ədədlərin hər ikisi 3-ə qalıqsız bölünür. Burada qismən azaldı. Ədədlərin hər ikisi tək ədədlərdir. 3-ə qalıqsız bölünür və tək ədədlərdir. Deməli, 3-ə qalıqsız bölünən tək ədədlər 3, 9, 15, 18 tək deyil, 21, 24 tək deyil, 27, 30 yox, 33, 39, 45, 48 yox, 51, 57. Hər iki ədədin rəqəmlərinin cəmi 4-dən böyük, 8-dən kiçikdir. Rəqəmləri cəmi demək 2 rəqəmlidir. 4-dən böyük deyirsə, bunu da çıxdıq. 8-dən kiçik deyirsə, bunu da çıxdıq, bunu da çıxdıq, bunu da çıxdıq. Bunu da çıxdıq. Qaldı 15, 33, 51. Hər iki ədədin rəqəmlərinin hasili 8-dən kiçikdir. 3-dən üçün hasili 8-dən böyükdür. 4-dən isə böyükdür. 15, 51, cəmi də 66. Burada deməli 7 ilə 2-nin kvadratları cəmi 53. 9 ilə 6-nın kvadratları fərqi 45. Bura tətbiq eləmək lazım idi bunu. Kublar. Kubun qarşı üzləri eyni anda görsənə bilməz. Bunu bilirik və bunu özünüz öz ixtiyarınıza buraxıram araşdırmağınız üçün. Bu daha rahat idi. Çevrələrin sayını göstərir. Buradan da keçirik. Yəni fiqurların ardıcıl olaraq sayını göstərir. Çevrədə bucaq sayı yoxdur, 0-dır, 3 bucaqdır, 4 bucaqdır və 0 bucaqdır yenə. Qanuna uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun variantı seçin. Bunu yuxarı qaldırıb və pulsla dairə yerini dəyişib. Fırladıb, yenə pulsla dairə yerini dəyişib. Fırladacaq, yenə pulsla dairə yerini dəyişəcək. Puls keçəcək sola, dairə sağa. Bu Y bəndinə çox uyğundur. 65-ə də baxaq. 65-ci testdə cədvəl cütlüyündə iki tərəfli oxdan sağdakı işarələr soldakı hərfləri şifrələyib. Şifrələr mövzusuna aiddir, amma şifrələrin çətin versiyasıdır. Niyə görə çətin versiyasıdır? Çünki bu uyğun olaraq qarşısında hərflərin yerlərinə görə əvəzləməyiblər bunları. Biz sadəcə burada bir şey diqqət eləməliyik ki, bax, bu hissəni Y, C, F, D-ni Y, C, F, D-ni götürüb yuxarı yerləşdirsək, bu ödəyir, bunlar ödəyir, bunlar ödəyir, bəli. Deməli, burada bunların yerlərini keçirdi aşağı. Bunu sildim. Çevirək, keçirək, sonra silək. S, Y, S, Y, J, Y. Bunu buradan silirəm. Eyni qaydada bunu da yuxarı keçirdəcəyik. D, L, K, B. Fikir versəz, bunlar yenə bura uyğundur. Bu hissə bura uyğundur və s. Deməli, bizdən nəyi soruşur? Cədvəl cütlükləri bunlardır, uyğun şifrələr də bunlardır. Birə deməli nə uyğundur? Deyir ki, birinci cədvələ təbii ki, bu toru B əvəzləyib. Həqiqətən də tor B. Bir deməli A-ya uyğundur.
Başqa nə var? Bu qıfıl işarəsi J-yə uyğundur. Qıfıl işarəsi burada D-dir, burada J-yə uyğundur. 2 deməli B-yə uyğundur. Bu I informasiyanı göstərən K-ya uyğundur. Düzdür, bu 3-ə uyğundur. 3C. Bu işarət C-yə uyğundur. Bu C-ni 2. Bu işarə burada K-ya uyğundur. Burada Y-yə uyğundur. Burada da Y-yə uyğundur. Bu işarə yox. Mən səhv baxıram. Bu işarə C-yə uyğun olduğunu göstərən 2-dir. 2-də deməli D-də var. 2BD. Eyni zamanda bu işarə burada A-ları göstərir. Bu heç. Y-yə baxsaq, bu işarə isə K-ya uyğun olduğu hissə. Burada L-a uyğundur, burada C-yə uyğundur. Burada isə K-ya uyğun olduğu hissə. Bu işarənin K-ya uyğun olduğu hissə yoxdur. Necə yoxdur? Deməli, bax, burada bu işarənin K-ya uyğun olduğunu göstərən K buradadır, buradadır, burada 3-də yoxdur. Bəs burada, bunu buradan ləğv edib, bura keçirmişik. Bu işarə burada D-ya uyğundur. Bu işarə də burada C-yə uyğundur. Yoxdur, bəli. Demək olacaq 1A, 2BD, 3-dəki C. Deməli, burada 1-ə AC, 2-yə BD, 3-ə də C. Cavab 1AC, 2-yə BD, 3-ə C, A bəndi.